Qiyamətdə sənə deyəcəklər ki, bu boyda geniş rəhmətlə sən həlak olunsa təəccüblüdür. Əksin dedi İmam Səccan. Çünki sən tanımırsan, sənin yaradan Allahın nə qədər mehribandır, nə qədər mərhəmətlidir. Belə Allahın varkən həlak olanda təəccüblüdür. İmam Hüseyin kimi imamın varkən həlak olanda təəccüblüdür. Aşura gecəsi olmaqla, Qədir gecəsi olmaqla, bütün bu neymətlər, bu rəhmət olmaqla, İmam Hüseyin dayı axırıncı deyəcəklər da Hüseynin var idi axı, bəhanələr kəsiləcək. Sənə İmam Hüseyini seçmişdim, onunla sən necə oldu ki, həlak oldun? İmamı Hüseyin olan həlak olar, sən neynədin ki, həlak oldun? Adam sevildiyini biləndə hər şey asan olur. Əbəlfəz ağa üçün bir nə qədər asan idi qollarının kəsilməsi, gözünə ox batması. Əbəlfəz bunları görmürdü. Əbəlfəz üçün çətin olan bircə bu idi ki, mən Hüseynin eşqinə necə cavab verim? Əbəlfəz üçün çətin bu idi. Əbəlfəz üçün çətin deyildi bədəninə oxların sancılması. Vallah, qiyamətdə görəcək, heç bir çətinliyi yox idi. Çünki bilirdi necə sevilir. Bir dənə dərdi bu idi ki, bu sevgiyə cavab verənmədim mən. Heç nə eləyənmədim bu sevginin qarşılığında.